Bitə, sirkəyə son qoymağın, kökünü kəsməyin yolun göstərəcəm. Əgər uşağının, özünün saçında, başında bit, birə, sirkə varsa, mənə diqqətlə qulaq as. Çünki o balaca bit heç də zərərsiz bir həşərat deyil. Adamın dərisin dişləyir, yumurtasını salır, həmin yer qızarır, qaşınır, hətta dermatoloji yarıya, xəstəliyə belə gətirib çıxardır. Bəs bu bitə sirkəyə necə son qoyaq? Necə bunlardan qorunaq? Ekrandakı ürəyi qızart və mənə diqqətlə qulaq as. Yaxınlaşırsan aptekə Bitson şampon əldə edirsən. Bu şampondan istəyirsən uşağının, istəyirsən özünün saçını bir neçə dəfə yumağın kifayətdir ki, bitə, birəyə, sirkəyə tamamilə son qoysun. Üstəlik saç dərisində xüsusi bir qoruyucu təbəqə yaradaraq bitin, sirkənin, bit yumurtalarının yenidən başına düşməsinin, saçına düşməsinin qarşısını alsın. Ölçüsü böyükdür, sərfəlidir. Bir dənəsini alırsan, rahatlıqla, net dəfələrlə istifadə edirsən. Ölkənin bütün apteklərində satandır. Olmasa da əczaçılarımızdan xahiş edin, zakas verib, köməklik göstərib gətirsinlər. Bu cür faydalı videoların davamı üçün profilin üzərindəki üstəgələ işarəsinə toxunaraq məni takip et ki, sağlamlığının qeydinə qalan əczaçın baloğlanla hər zaman sağlam qalasın.